bir olaq, bir-birimizə dayaq olaq, bir-birimizə kömək olaq. Çünki bugünkü gündə biz ailələrə maddi cəhətdən yox, mənəvi cəhətdən dəstək olmaq lazımdır. Ki, qoy ailə özünü heç vaxt nə tək tənha hiss eləməsin. Canınız sağ olun. Bütün şəhidlərin zəhmət eləsin. Şəhidlərimizə Allah rəhmət eyləsin, yerləri cənnət olsun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, yerlərini cənnət məkan eləsin. Məhəmmədimiz olsun. Şəhidlərin qəzaya da diqqət etsin. Şad olsun. Allah akıya anına sabır versin. Deyir səncinlər bacısı, iki bacısının arkasında qardaşı var. Yine de kardeş arkasında da Allah sizlere sabır versin. Biz bir olmalıyıq ki bu evlatımızı, bu güzel balalarımızı yaşadak. Biz bir olmasa vallahi balalarımızı hiç kim yaşatmışız. Biz birbirimize hem bacı olmalıyıq, hem kardeş olmalıyıq, hem ata olmalıyıq, hem ana. Bu balalarımız için. Ata düz dedi. Biz tabi birbirimizi tanıyırıq. Ancaq bu oğullarımız bizi hem kardeş elədi, hem bacı elədi, hem ata elədi, hem oğul elədi. Yerləri cənnət məkanları, cənnət olsun ay oğul. Ruhunuz şad olsun ay oğul. Sizdən fəxr edirəm. Hamınızdan. Mən Hacərin anası, hamınızdan fəxr edirəm. Hamınız mənim balamsınız. Bir hacı yox. Minlərlə hacılarına mən qurban. Ruhunuz şad olsun. Sağ olun, Allah səbrinizə versin. Günahınız var olsun. Necməsin, nasıl qurban? Dönümdən geçirdiniz. Bütün şəhid balalarımızın, qəhrəman balalarımızın yeri cənnət olsun. Hər bir atanın, hər bir anaya Allah səbir versin. Onların da yeri cənnət olsun. Başqa nə deyir? Amin. Amin Allah, mən də gözəl balamızı yeri cənnət olsun. Ata-anasına Allah səbir gözün versin. Qələbi qazanan, bayrağını qaldıran oğullara Emin anası qurban. Allah ruhlarını şad eləsin. Allah səbir versin. Bütün cəm şəhid ata-analarına. Ne deyir? Bizi tanıdan oğullarımız, balalarımız oldu. Ruhları şad olsun. Allah geride kalanlarına dözüm versin, səbir versin. Bacı kardeşlerini korusun, balalarını korusun. Onlar balalarını vətən üçün vətənə qurban elədi. Hiç yerde fikirləşmədi ki, benim balam var, yoldaşım var, atam, anam var. Ruhları şad olsun. Allah sizlerde var eləsin her zaman. Şəhid ailələrinizdən. Allah korusun sizler duran başından eksik olma. Canınız sağ olsun. Çok olsun. Buyur Rəfiq hanım. Tanrı'nın köpek balalarını necmədim ona. Şəhidlərimizin yeri cənnət olsun. Uşaq olsun. Olur öyle çok olan Göz olun. Şimdi biz Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq Necməddin balamızın 5-ci il bölümünə yığılmışıq. Necməddin balamızın timsalında bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun. Bu oğullar torpaqları almasaydı, bizlər indi bugünkü gündə ayaq üstə durub bir-birimizin yanında ola bilməzdik. Mənim şəhid ailələrinə sözüm odur ki, mənim gözəl ata-analarım, evlatlarım, gəlin biz həmişə bir olaq, evlatlarımızın həmişə ziyarətində olaq. Hansı evladınızın il dönümü, ad günü olursa, o ata-anayı tək bırakmayaq. Həmişə onların yanında olaq, onlara arka dayak olaq. Çünkü bu oğullar bizləri ataları, anaları, qardaş bacıları bir-birinə tanıtdı. Bizlər hər birimiz bu oğullar sayəsində bir-birimizi tanıyırıq. Gəlin bu oğullara bizim en büyük hürmetimiz o olsun ki, birbirimizi heç vaxt tək qoymayaq, həmişə onların ata-analarının yanında olaq, dərdlərinə şərik olaq. Qazilərimizə Allah can sağlığı versin, devlətimizə Allah qorusun. Orduda olan ayaq üstə durub, indiki gündə bizlərə keşik çəkən oğulları uca Rəbbin pənahında saxlasın. Bizim gözəl qazimiz, iki gözlərindən də olmayan Bəhman balamıza Allah kömək olsun. Allah onun sağlığına qaytarsın. Bizlərin arasında yenə də olsun. Amin. Cəm şəhidlərimizə Allah rəhmət eyləsin. Bürcülü. Allah ruhunu şad etsin. Allah sizden misafirleriniz olsun. Allah hamınızdan razı olsun. Allah bütün şəhid qardaşlarının məkanı cənnət eləsin. Necməddin qardaşıma da məkanı cənnət olsun. Anamın, atamın da Allah
səbir versinlər. Amin. Allah hər birinizdən razı olsun. Hamı gələn yaxlarınız var olsun. Nəcməddinin anası balalarınıza qurban, şəhidlərə qurban. Çox çətin dərddir. Heç bir çəkiləsi dərd yoxdur, yolu yoxdur. Evinin yanına Murov, evinin yanına 5 il gedəndə. tamam oldu ama yine yolunu Mən gözlüyor. balamın yanına etdim Öyle Murov'a. neten yolunu gözleyeceğim Oradan aile. için aynı mı dedi. Ayrı bak gelmesen de. Kelbeçer'de Atanına bilen de gelersin. Bu şehit nasıl oldu. umutsuz Dedi, geçsin. Bölge'de Onları yine bu çilin gözüne bakarsın. şehidimiz Ay oldu körpe şehit, falan. Ay kahraman falan. Her gün benden de der yaman alır gelir aynı etmezdi. Günüm her gün bana gelir aynı etmezdi. Belki de başlarının dert olmasıydı. Neyse fikir ederdim anam. Ama başlarına göre mecburen yaşayırım. Çok sağ olun. Allah hamınıza kömür. Allah sevginizi versin. Benim yanan yüreğim kurban. Biz de Necmettin'e Şəhidlərə